Salam, dərs 51-in izahına baxaq. Türk Dünyası Birliyi. Türk Birliyi tərkibi, tarixi keçmişi, dil qohumluğu, adət-ənənəsi baxımından bir-birinə bağlı olan xalqların, dövlətlərin məzmunusudur. Eyni kökə malik olan türk xalqları Altay dil ailəsinin türk dil qrupuna daxildir. Bu ailədə türk dil qrupu eyni zamanda Monqol və Tungus Manzur dil qrupları var. Bir çox alimlər Altay dil ailəsini oxşarlığına görə Ural dil ailəsinə və Koreya, Yapon xalqları ilə oxşar olduqlarını vurğulayırlar. Türk xalqları Oğuz, Qıpçaq, Uyğur və Bulqar yarım qruplarına bölünür. Oğuz yarım qrupuna aid olan xalqlar Türkiyə türkləri, Azərbaycanlılar, türkmənlər, türkmanlar və s. Qıpçaq dil qrupuna aid olanlar Qazax, Qırğız, Qumuk, Qaraqalpaq, Noqay və Altaylardır. Uyğur dil qrupuna aid olanlar Özbək, Salar, Sarı Uyğurlar, Tıvalılar, Şorlar, Xakaslar, Çulum tatarları, Qızıllar, Baraba tatarları aiddir. Bulqar dil qrupuna isə Çuvaş, Başqırtılar, Qaraçaylılar, Balkarlar, Karayimlər aiddir. Türk xalqları Saxadan Kiçik Asiya və Balkanlara qədər 12 milyon kvadrat kilometr ərazidə yerləşən ən qədim xalqlardan biri olub və eramızdan əvvəl Avrasiyada geniş ərazidə formalaşmışlar. Türk xalqları Qərb, Şərq və Slavyan sivilizasiyalarının qovuşduğu ərazidə daha çox məskunlaşmışlar. Türk xalqları siyasi inzibati statuslarına görə 3 qrupa bölünür. Müstəqil dövlət yaradanlar, muxtar özünü idarə etmə hüququna malik olan türk qurumları və heç bir siyasi statusa malik olmayan türk xalqları, yəni etnoslar. Türk xalqlarının 6 müstəqil dövləti var. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistandır. Bundan başqa dövlət qurumları da var. Onların əksəriyyəti Rusiya Federasiyasında yerləşir. Sibir regionunda Altay, Tıva, Xakas, Saxa, Volqaboy Ural regionunda Çuvaşistan, Tataristan, Başqırdistan. Şimali Qafqaz regionunda Qaraçay, Çərkəz və Kabarda-Balkar muxtar vilayətləri yerləşir. Bundan başqa Çində Sinçizyan Uyğur, Moldovada Qaqauziya muxtar bölgəsi yerləşir. Bundan başqa türk etnosları müxtəlif ölkədə, Ukraynada Krımçaklar və Krım tatarları, Litvada Karayimlər, Şimali Qafqazda Qumuklar, sonra Altay dağlarında Şorlar, eyni zamanda İranda İran Azərbaycanlıları yerləşir. Türk xalqlarına aid olan qurumlar Saxa, Yakutiya, Xakasiya bu hissədə yerləşir, Tıva, Altay, ondan sonra bu hissədə Çuvaşistan, Tataristan, Başqırdistan, Çin ərazisində Sinçizyan Uyğur, Qaraçay, Çərkəz, yəni bu hissədə, bu ikisi Qaraçay, Çərkəz, Kabarda-Balkardır. Sonra Qaqauziya isə bu hissədə yerləşir. Türk dövlət qurumları bunlardır. Amma müstəqil türk dövlətləri Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistan, Azərbaycan, Türkiyə dövlətləridir. Türk qurumları arasında ən yüksək zirvə Sinçizyan Uyğurda yerləşən Qaraqoğun dağlarıdır. Burada Çokori zirvəsi 8611 metr. Ən aşağı nöqtəsi isə eyni ərazidə yerləşən Turfan çökəkliyidir. -155 metr. Müstəqil türk dövlətləri arasında ən yüksək zirvə Qırğızistanda yerləşən Tiyanşandır. Qələbə piki 7439. Ən aşağı nöqtəsi Qazaxstanda Xəzər dənizidir. Karaciye çökəkliyi -132 metr. Türk xalqlarının məskunlaşdığı ərazilər faydalı qazıntılarla zəngindir. Yanar faydalı qazıntıların əsasını neft, təbii qaz təşkil edir ki, Azərbaycanda Abşeron və Xəzərin şərq zonasında, Özbəkistanda Fərqanə, Buxara, Qazlı, Mübarək və Urta bulaq yataqlarında, Türkmənistanda Çələkən, Türkmənbaşı, Qumdağ yataqları,
Tataristanda Volqa boyu Yeni Elxon, Bavlin yataqları, Qazaxıstanda Tengiz, Mangustau, Turqay, Çaşağan, Mikat, Uzen, Jetibay yataqları. Başqırdistanda Tuymazı, İşinbay, Acidel daha çox neft və qazla təmin olunmuş yataqlardır. Daşkömürün yataqları isə Qazaxıstanda Qaraqanda, Ekibastuz, Özbəkistanda Angren, Sargon, Türkiyədə Zonguldaq, Erekli, Sintezyan Uyğurda Bay, Tıvada Ulifem, Saxada Cənubi Yakutiya və Zıryanovski yataqları var. Eyni zamanda Qırğızstanın da cənub-qərbində daşkömür yataqları geniş yayılmışdır. Filiz faydalı qazıntılardan dəmir filizi Azərbaycanda, Qazaxıstanda, Saxada, boksit Türkiyə və Qazaxıstanda, mis Özbəkistanda və Qazaxıstanda, qızıl isə Qazaxıstan, Özbəkistan və Saxada yerləşir. Eyni zamanda Saxa ərazisində almaz yataqları da mövcuddur. Türk xalqlarının yerləşdiyi ərazinin iqliminə diqqət yetirsək, bir hissəsi subtropik, mülayim, subarktik və arktik iqlimdə yerləşirlər. Eyni zamanda Türk dünyasında zəngin çay və göllər mövcuddur. Burada Şimal Buzlu Okeanına aid olan Ob, Yenisey, Lena, İrtiş, İşim, Tobol, Hind Okeanına aid olan Dəzlə, Fərat, Atlantik Okeanına aid olan Qızıl İrmaq, Yaşıl İrmaq, Seyhan, Ceyhan və s. aiddir. Ob, Yenisey və İrtiş çaylarının yuxarı axarları Türk qurumları ərazisindən keçir. Başlıca gölləri Xəzər və Araldır, həmçinin Van, Tuz, Urmiya, Balxaş, İssiqur, Lobnor və s. əsas göllərindəndir. Burada olan su anbarları Türkiyədə Fərat çayı üzərində Atatürk, Keban, Azərbaycanda Kür üzərindəki su anbarları, Qazaxıstanda Sırdərya üzərində Çardərə, İrtiş üzərində Buxtarma, İli üzərində Kapçaqay, Qırğızistanda Narın çayı üzərində Toqtoqul, Özbəkistanda Çirsik çayı üzərində Çarvaq və Surxandərya çayı üzərində Surxan, Qaşqadərya çayı üzərində Çimkurqan su anbarları tikilmişdir və Volqa-Kama çayları üzərində Samara kimi əsas su anbarları tikilmişdir. Eyni zamanda Yenisey çayı üzərində olan Sayan Şüşensk su anbarının bir hissəsi Tıva və Xakasya respublikalarına düşür. Sayan Şüşensk və Krasnoyarsk su anbarları. İqlim və relyefin müxtəlifliyi torpaq və bitki örtüyünün də müxtəlif paylanmasına səbəb olmuşdur. Qeyd edildiyimiz kimi, hansı iqlim qurşaqlarında yerləşirsə, o iqlimə aid olan torpaqlar da burada geniş yayılmışdır. Türk dünyasının əhalisi. Yer kürəsində yaşayan ümumi Türk xalqlarının sayı 250 milyon nəfərdən çoxdur. Onların çoxu müstəqil dövlətlərdə yaşayır, amma bildiyimiz kimi müxtəlif vilayətlərdə və yaxud etnos kimi yaşayanlar da az deyil. Türk qurumları arasında əhalisinin sayına görə birinci yeri Sintezyan Uyğur müxtəlif vilayəti tutur ki, digər ölkələrdə də ən çox İranda, İraqda, Əfqanistanda, Bolqaristanda Türk xalqları yaşayır. Amma müstəqil Türk dövlətləri arasında ən çox əhali Türkiyədə 86 milyon nəfər təşkil edir. Urbanizasiya səviyyəsinə görə Türkiyə, Qazaxıstan, Azərbaycan və Rusiyanın tərkibindəki qurumlar fərqlənir. Ən iri şəhərlər İstanbul, Ankara, İzmir, Bakı, Daşkənd, Təbriz, Almatı, Astana şəhərləridir. Bu ölkələr arasında Qazaxıstan, Qırğızistan və Türkmənistan əsasən dağınıq, qalan ölkələrdə isə qrup formasında məskunlaşma üstünlüyü təşkil edir. Türk xalqları zahiri görünüşünə görə bir-birindən fərqlənirlər. Bir qismi Monqoloid irqidir, Uyğur, Yakut, Qırğızlar, müəyyən bir hissəsi Avropoid irqidir, Qaqazlar, Karaimlər aiddir. Türkiyə türkləri, Azərbaycanlılar, Türkmanlar, Tatarlar isə həm Avropoid, həm Monqoloid irqinin əlamətlərini özündə daşıyırlar. Dinlərinə gəldikdə isə müxtəlif dinlərə sitayiş edirlər. İslam dininə türklər, Azərbaycanlılar, Özbəklər, Qazaxlar, Qırğızlar aiddir. Buddizm dininə Tıvalı Uyğurların bir hissəsi. Şaman dininə Altay, Xakaz, Yakutlar, Xristiyan dininə Çuvaş, Qaqavuzlar və İudaizm dininə Karaimlər, Qırımçaklar aiddir. Türk dünyası ölkələrinin təsərrüfatının ümumi səcillisi.
Təbii ki, türk dövlətləri və qurumları öz inkişaf xüsusiyyətinə görə bir-birindən fərqlənirlər. Türkiyə, Azərbaycan, Qazaxıstan, Tataristan, Başqırdistanda gəlirlərin əsasını sənaye və xidmət sahələri təşkil edir. Sənayedə də əsasında energetika seçilir ki, bu da Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistandadır. Eyni zamanda Saxa və Altayda. Metallurgiyaya görə Türkiyə, Qazaxıstan, Azərbaycan seçilir və maşınqayırma sahəsinə görə Türkiyə, Özbəkistan, Tataristandır. Kənd təsərrüfatı maşınları üzrə Türkiyə, Qazaxıstan, təyyarə istehsalı üzrə Özbəkistan, neft üzrə Azərbaycan, Tataristandır. Kənd təsərrüfatında bitkiçilik də önəmlidir. Bu da əsas aqroeqlim resursları ilə əlaqədardır. Qırğızistanda kənd təsərrüfatına aparıcı sahəsi amma heyvandarlıqdır. Bu da onun relyefi ilə əlaqədardır. Taxıl digər bitkilər arasında birinci yeri tutur. Bundan başqa buğda, qarğıdalı, çəltik kimi dənli bitkilər də geniş yayılmışdır. Buğda istehsalına görə Qazaxıstan, Türkiyə, Tataristan, Başqırdistan seçilir. Qarğıdalı istehsalına görə Qaraçay, Çərkəz, Kabarda-Balkar. Çəltik istehsalına görə Qazaxıstan, Özbəkistan daha çox fərqlənən ölkələrdəndir. Günəbaxan Kabarda-Balkaristanda, zeytun Türkiyə, Azərbaycanda, tütün Türkiyə, Azərbaycan, Sintezyan, Uyğurda. Pambıq isə Mərkəzi Asiya regionunda, Sintezyan, Uyğurda, Türkiyə və Azərbaycanda daha çox yetişdirilir. Bu ərazilərdə heyvandarlıq əsasən ətlik, yunluq, qoyunçuluq istiqamətində olur. Özbəkistan, Türkmənistan, Qazaxıstanda qaragül qoyunçuluğu xüsusilə seçilir. Maldarlıq isə Türkiyədə, Başqırdistanda, eyni zamanda Qazaxıstanda daha çox yayılmışdır. Türk ölkələrində nəqliyyat geniş inkişaf etmiş sahələrdəndir. Ən iri dəniz limanları İstanbul, Samsun, Mersin, İzmir, Antalya, Bakı, Aktaudur. Eyni zamanda burada bir çox hava limanları da fəaliyyət göstərir. Boru kəmər nəqliyyatı da daha çox neftin hasil olunduğu Tataristan, Mərkəzi Asiya, Azərbaycanda daha çox yayılmışdır.